Bir gün şeirə susasan, gir qapıdan içəri. Bir içim şeir süzüm, misra misra iç əri. Ərisin ürəyinin buzu şeirin odunda, silinsin ciyərindən susuzluğun əsəri. Şeirim çay təks çağlasın, sən eləcə susasan, susan onu ey susan, onu şəfalı susan. Hak verərsən sözümə, qaynağını arasan, bir gün şeirə susasan, təşnə olsan, yaxın gəl, iç doyunca, yox əngəl, ömrümün nağılında, şeirim 40-cı otaq. 40 ildir bağlı qalıb, onu gizli tutmuşam. İndi əşrəf saatı, gir qapıdan içəri, bir bax, qapının üstə açarı unutmuşam. Eşitdiyiniz şeirin müəllifi şeirə, elmə təşnə gözəl insan, dəyərli alim Şəlalə ana Hümmətlidir. İndi də gəlin qısaca onun ömrü yoluna səyahət edək. Şəlalə ana Hümmətli Ağdaş rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirib. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimə adına Dilçilik İnstitutunun aparıcı elm işçisidir. Fəlsəfə doktoru, dosentdir. 2014-cü ildə Yusif Vəzir Çəmənzəminlinin ədəbi tənqidi görüşləri mövzusunda dissertasiya müdafiə edib. 11 kitabın, 100-ə yaxın məqalənin müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Tibb Tarixçiləri Birliyinin İdarə Heyətinin, Miras İctimai Birliyinin və Türkiyə Elm və Ədəbiyyat Sahibləri Məslək Birliyinin üzvü, eyni zamanda İraq Kərkük Kültür Dərnəyinin fəxri üzvüdür. Aşqın ilə şeirinə görə Mövlanə Cəlaləddin Ruminin 800 illik yubileyinə həsr olunmuş beynəlxalq müsabiqədə Azərbaycan Yazıçılar Birliyinin xüsusi mükafatına, elmi ədəbi yaradıcılığına görə İti Qələm Ədəbi Birliyinin və İraq Türkmən ədəbiyyatına və mədəniyyətinə etdiyi xidmətlərinə görə Kərkük Kültür Dərnəyinin fəxri diplomlarına, həmçinin Şuşa ilindəki elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri fərmanına layiq görülmüşdür. Urmiyada keçirilən Beynəlxalq Rəzəvi Şeir Festivalının xüsusi mükafatçılarından biridir. 2017-ci ildə Dünya İletişimçilər Dərnəyinin Türk dünyasına xidmət mükafatına layiq görülmüşdür. Əsərləri Azərbaycan, Türkiyə, Ukrayna və başqa ölkələrin elmi dərgi və antologiyalarında dərc olunub. Hazırda Salman Mümtazın elmi, ədəbi və əlyazma irsi adlı doktorluq mövzusu üzərində çalışır. Bu yolda sənə böyük səbir, enerji, ruh yüksəkliyi arzu edirik, dəyərli bacım. Əzizimiz Şəlalə, doğum günün mübarək olsun. Səni ailəmiz adından bugün münasibəti ilə ürəkdən təbrik edirik. Sənə bu dünya durduqca sağlıqlı ömür, mənalı ömür arzuluyuruq. Sənə işlərində uğurlar, müvəffəqiyyətlər arzuluyuruq. Səni biz çox sevirik. Yaxşı ki varsan, dəyərli bacımız. İndi isə sözü Şəlalə sevərlərə verək. Qoy öz İstedadlı elm adamı və şair publisist Şəlalə ana Hümmətlini 25 ildən çoxdur ki tanıyırım. O bir insan kimi olduqca sadə və səmimi, təvazükar, geniş qəlbli, açıq ürəkli, səxavətli, əlaçıq bir xanımdır. Elm adamı kimi olduqca məsuliyyətli, işinə tələbkarlıqla yanaşan bir xanımdır. Ondan yol yoldaşı olmuşuq və bu səfərlərdə mən onu daha yaxından tanımışam. Xasiyyətimizdəki oxşar uyğun cəhətlərə görə mən ona qızım demiş, o isə məni mənəvi atası saymışdır. Bu yaxınlarda Şəlalə ana Hümmətlinin yuvarlaq yubileyi olacaq. Bu münasibətlə sevimli həmkarımı, istəkli qızım ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayır. Şəlalə xanım 60 yaşındadır, gənclik eşqindən yazır, yaradır, işləyir. O həvəslə də bizi ruhlandırır. Bu yaradıcı adamları görəndə bizdə də bir ruh yaranır, işləməyə ruhu yaranır. Sıradan bir məsələ məşğul olmur. Şəlalə xanım həmişə fundamental işlər görür.
Bizim Əlyazmalarla maraqlanıb. Çünki Əlyazmalar institusundan gəlib oranın havası qalbında və Əlyazmalarda bizim tariximiz yaşayır. Xalqımızın səsi yaşayır. Və bu minvalla Dilçin institusunda həmin Akbanı saxlayır. Bizim Milli Arxiv İdarəsində bizim tariximizlə bağlı çox böyük işlər görür. Elə onun tutaq ki, Salman Mümtazla bağlı gördüyü işlər bizim üçün əvvəlsiz bir materialdır. Yəni, gələcək nəslər görəcək ki, bizim tariximizdə bu tipdə lüğət olmayıb. Yeni bir sistem, yeni bir lüğətdir. Ümumiyyətlə, Şəlalə xanım həm jurnalistika sahəsində qələmini sıyınan bizim dostlarımızdandır, əməkdaşlarımızdır. Mən onu dostuyam, çünki o hər şey həssas bir münasibət göstərən bir adamdır. Elə bir məsələ yoxdur ki, orada diqqət göstərməsin, ona həssas yanaşmasın. Özünü də istəyən ki, həmişə kövrəkdir. Ancaq yaxşı bacıdır, fikir verim, ailəsinə sadiq bir insandır. Bu birinci şərtdir ki, evdən gələn bir tərbiyədir, evdən gələn bir keyfiyyətdir ki, o xüsusla insan əgər meylini ailəsinə hörmət edirsə, instituta da hörmət edir, dostlarına da hörmət edir. Bu yaxşı bir keyfiyyətdir. Mən ona yaradıcı uğurlar arzulayıram. Şəlalə, bugün sənin ad günündür, yubileyindir. Sonu sıfırla bitən ad günlərinin hamısına yubiley deyirlər. Bugün sənin yaşın 10'dur, 20'dir, yoxsa 30'dur. Bunun heç bir fərqi yoxdur. Mənim üçün sən bir ömür boyu tələbə yoldaşsan və yaşın həmişə 20'dir. Düzdür, səninlə cəmisi 3 il bir fakültədə oxuduq. Sonra mən getdim Leningrada və 5 il sonra qayıtdım. Qayıdandan sonra mətanətlə evləndim və o gündən sən bizim əziz qonağımız, qızlarımızın bacısı oldun. Mən həmişə və hər yerdə deyirəm, mənim 3 qızım var. Jalə, Lalə və Şəlalə. İllər keçir, hər şey dəyişir. Bugün hər birimizin elmi adımız da var, elmi dərəcəmiz də var, azdan çoxdan yazı pozumuz da var. Nə isə qazanmışıq, nəyə isə nail olmuşuq. Bunlar hamısı öz yerində. Amma səni və digər tələbə yoldaşlarımızı görəndə mən ruhən cavanlaşıram. Özümü 20-25 yaşında hiss eləyirəm. 20 yaşın mübarək olsun mənim tələbə yoldaşım. Deməli, bugün hazırlıq tədbirləri gedir, yəni yubiley tədbirlərinə hazırlıq, komitə yaranıb və bu komitənin də deməli əsas məqsədi odur ki, bu alqışlar, telegrammalar və təbriklər mövzusuna keçməliyik və bu əsas da ondan ötürüdür ki, bizim sevimli Şəlalə xanımın, heç mən inanmazdım ki, onun 60 yaşı olur, kaş ki biraz az olaydı, ömrü daha çox olaydı. Amma həqiqətən də Şəlalə xanım Azərbaycan elminə bir fədakar alim kimi, bir vətənpərvər, hesab edin ki, həyatını o həsr edib, yəni indiki gündə, bugünkü zamanədə həqiqi alimlər yoxdur, əksəriyyəti, yəni var sözsüz ki, onun elə Şəlalə xanımın ətrafında bir-birindən gözəl, savadlı, qiriyyətli, vicdanlı insanlar toplaşıb. Və Şəlalə xanım da, gənə də deyirəm də, baxdı onda gətirib ki, əvvəla mənim babamın baxdı onda gətirib ki, Şəlalə xanım başlayıb babamı tədqiq eləməyə. Ondan əlavə, ondan əvvəl deməli, Çəmən zəminini yəni, dirildib, yəni sağ olsun ki, yəni bütün əldən gedən, yəni Azərbaycanın əlindən, necə deyirlər, cibindən gedən alimləri təzədən dirildib və əsas da bu dəqiqə Çəmən zəminindən sonra Salman Mümtazın yaradıcılığı ilə məşğuldur. İnşallah özdəki uğurları olduqca böyükdür. Ondan ibarətdir ki, birincisi əvvəla Şəlalə xanımı Azərbaycan, Orta Asiya, əlal-xüsus Qırğızistan, sonra keçmiş Yugoslaviya ölkələri, Türkiyə və İran. Hələ ola bilər ki, başqa ölkələrdə də onu tanısınlar. Çünki istər-istəməz onun yazdığı əsərlərə müraciət edirlər. Çünki onun yazdığı əsərlər də faktdır. Oradan buradan, yəni bu adam həyatını arxivlərdə, kitabxanalarda keçirmiş bir insandır. Yəni
həyatının ən gözəl anlarını, sözsüz ki, o ondan ilham alır, ondan ləzzət alır. Yenə də deyirəm də, bugünkü gündə çox az adam olar ki, Şəlalə xanım kimi öz sənətinə vurğun olsun, öz peşəsini sevsin. Yəni, halal olsun ki, Azərbaycanda belə insanlar doğulur və doğulacaq yenə də sözsüz. Eşq olsun sənə Şəlalə xanıma. Başqa nə deyə bilərəm? Allah qoysa, yubileyində başqa, necə deyirlər, məthiyələr də, yəni məthiyə pis çıxmasın deyə. Bu dəqiqə, yəni bizim xalqımızda yeni bir orijinal üsul yaranıb. Yəni televizorda gündə biz nə qədər məthiyə görürük. Amma mənim məthiyə dediyim o ki, şeirin forması daha da dərin mənaları kəsb edir. Sənə uğurlar, sənə can sağlığı, yəni də deyirəm də, həmişə sən qabaqda gedəsən və onsuz da mən onun uğurlarını nəinki arzulayıram, özdə söz vermişəm ki, Şəlalə, sən akademik olandan sonra mən ölə biləcəyəm. Odur ki, onun sağlamlığını gərək qoruyaq, möhkəm olsun. Yenə də deyirəm də, eşq olsun sənə Şəlalə. Səni ad günün münasibətilə ürəkdən təbrik edirəm. Şəlalə gözəl insan, gözəl alim, gözəl rəfiqədir. Sənə əvvəli can sağlığı və işlərində yeni müvəffəqiyyətlər arzulayıram. Öpürəm səni Şəlalə. Şəlalə ana hörmətli 10 ildən artıqdır ki, bizim terminologiya şöbəsində fəaliyyət göstərir. Səmimiliyi, sadəliyi, məhsuldarlığı ilə hamının diqqətini cəlb etmişdir. Şəlalə xanım yaradıcılığa Yusif Vəzir Çəmənzəminlinin əsərlərlə başlamış, onun bir çox əlyazmalarını arxivlərdən toplayıb nəşr etdirmişdir. Bununla yanaşı Yusif Vəzir Çəmənzəminlinin ədəbi tənqidi görüşlərlə bağlı monoqrafiya hazırlanmışdır. Eyni zamanda 37-ci ilin qurbanlarından biri olan Salma Mümtazın bir çox əsərlərini arxivlərdən toplamış və Salma Mümtazın Mümtaz əsərləri adı altında nəşr etdirmişdir. Şəlalə xanım terminologiya şöbəsində terminologiya ilə bağlı 20-ci əsrin əvvəllərində olan bir çox əlyazmaları da toplamış və nəşr etmişdir. Xüsusilə Kommunist qəzetinin xüsusi buraxılışı olan Dilimizin İstilahı adlı hissələri, yəni 40-a qədər məqaləni toplamış və onu Dilimizin İslahı monoqrafiyasında nəşr etdirmişdir. Şəlalə ana hörmətli bununla yanaşı terminologiya məsələləri, xüsusilə lüğətlərin aşkar olunması, üzə çıxarılması, nəşri sahəsində böyük fəaliyyət göstərir. Şəlalə xanım təkcə elm məsələlərlə deyil, publisist məqalələri, şeirləri ilə Azərbaycan filologiyasına xidmət edən görkəmli bir alimdir. Şəlalə xanım həmişə gözün nurlu olsun, qələmin iti olsun və sənin 60 illik yubileyini təbrik edirəm. Sizə can sağlığı, uzun ömür arzulayıram. Siz yaradıcı bir insan kimi yazın, yaradın, əsərlərinizlə xalqımıza mühüm töhfələr verin. Uğurlar arzulayıram sizə. Sizi ad günü münasibətilə təbrik edirəm. Sizə möhkəm can sağlığı, uzun ömür, elmi fəaliyyətinizdə uğurlar arzulayıram. Siz həmişə öz zəhmətkeşliyinizlə, mədəniyyətinizlə, əxlaqi, tərbiyəvi hərəkətlərinizlə seçilmisiniz. Həmişə belə mehriban, səmimi olmağınızı arzulayıram. Allah sizə möhkəm can sağlığı versin. Təbrik edirəm, uzun ömürlü olasınız. Şəlalə xanım, mən sizi təbrik edirəm ürəkdən. Can sağlığı, birinci növbədə can sağlığı. Həmişə belə biz sizi bizim otaqda, bizim terminologiya şöbəsində görək. Sizin fəaliyyətinizdən fəxr eləyək. Öpürəm sizi. Şəlalə xanım Əlyazmalar İnstitutunda işlədiyi müddət ərzində o həm apardığı tədqiqatlarla, həm də özünün yüksək mədəniyyəti ilə həmişə başqalarından fərqlənibdir. O rəhbərlik elədiyi xəzinəyə oxucular üçün lazımı kitabların, əlyazmaların, mikrofilmlərin verilməsində həmişə yardımcı olubdur və lazım olan köməkliyi həmişə oxuculara o göstərmişdir. Şəlalə xanım
yaxşı tədqiqatçı olmaqla bərabər həm də gözəl insandır. O öz yüksək mədəniyyəti, gözəl davranışı ilə həmişə insanların diqqətini özünə cəlb edir. O yaxşı tədqiqatçı olmaqla bərabər həm də gözəl jurnalistdir. Onun yaxşı qələmi var. Mətbuatda müntəzəm olaraq çıxış edir. Ayrı-ayrı məqalələrlə, özünün tədqiqatları ilə bağlı, həmkarlarının tədqiqatları ilə bağlı mətbuatda həmişə məlumat verir. Mən bugün Şəlalə xanım 60 illiyi tamam olur. Mən ona bir uğurlar arzulayıram. Bir hər şeydən qabaq ona can sağlığı, elmdə yeni uğurlar, həyatda xoşbəxtlik arzulayıram. Bacım Şəlalə, sənin doğum günün münasibəti ilə ürəkdən təbrik edirəm. Sənə can sağlığı arzulayıram. Allah səni var eləsin. Yaxşı ki, səni tanıyıram. Yaxşı ki, varımsan. Həyatda nə ürəyində arzular var, ona çatasan. İşlərində daim həmişə sevinəsən. Bizi də sevindirəsən. Öpürəm səni, bir daha təbrik edirəm. Qızım Şəlalə, sənin ad gününü təbrik edirəm ürəkdən. Sənə can sağlığı, uzun ömür arzulayıram. Ürəyində nə qədər arzuların var, onun hamısına çatasan. Allah sənə can sağlığı versin. Allahdan arzum budur ki, 100 illiyini keçirəsən. Can sağlığından, uzun ömrünə, gözəl günlərlə. Öpürəm səni, öpürəm səni. Mən əzizim Şəlalə xanımla 90-cı illərdən tanışam. Biz o vaxtlar Füzuli Ədəb Məclisinin üzvləri idik. Hansı ki, ustadımız Hacı Mailin rəhbərliyi altında bu məclislərdə biz tez-tez yaşardıq. Ədəbi söhbətlərin, ədəbi müzakirələrin şahidi və iştirakçısı olardıq. Mən orada bu gözəl xanımın, bu gözəl qəlb və qələm sahibinin dərindən dərin şeirlərinin, dərindən dərin təhlillərinin şahidi olmuşam və onun dərinliyinə həmişə vurulmuşam, heyrətlənmişəm. Sonradan iş ilə gətirib ki, biz Məmməd Füzuli adına Əl Yazmalar İnstitutunda yollarımız kəsişdi. Yəni, Şəlalə xanım orada işləyirdi və mən də qəzetdən bu elm ocağına işləməyə gəldim və biz eyni müəssisədə çalışmağa başladıq. Mən Şəlalə xanımı hər zaman dərin erudissiyalı, dərin intellektə malik, lakin o dərinliyi heç vaxt egoistcəsinə hardasa nümayiş elətdirməyə çalışmayan bir xanım kimi tanımışam. Dərin şeirləri, dərindən dərin məqalələri, elmi potensialı həmişə onu mənə sevdirib. Şəlalə xanımın ömrü çox insanlar üçün əsl örnək nümunə sayıla bilər. Çünki o çox təmiz yaşayıb, çox əqidəli bir insandır. Çox dərin bir ziyalıdır. Əsl insan necə olmalıdır? Bax, Şəlalə xanım həmin həyatı, həmin ömrü yaşayıb. Yəni, əsl Şəlalə ömrü yaşayıb. Hərdən də düşünürəm ki, ata-anası ona bu adı qoymaqla necə də düzgün yol seçiblər. Axı, Şəlalə kimi təmiz, pak, saf, cəsarətli, cürətli olmaq indiki dünyamızda, bu ömrü yaşamaq indiki dünyamızda o qədər də asan deyil. Mən düşünəndə ki, Şəlalə xanım həmin məclisdədir, demək orada, o məclisdə iştirak etməyə dəyər. O məclis əsl ziyalı məclisidir. Mən Şəlalə xanımı belə sevdim, onun getdiyi ünvanda belə gördüm, belə müşahidə elədim. Bir vaxtlar bir şeir yazmışdım. Dünya gəldi gedər, düşünsək əgər. Təmiz ad, təmiz söz qalandı yadda. Yaxşılıq qiyməti bilinməyən zər. Bütün dünya yaşar, böyük təmiz adda. Kimdir tutub durun axı dünyanı? İnsan gəlib gedir, milyonlar sanı. Qızıldan, zinətdən geysək də donu, içimiz dəyişmir.
bizdəki qatda bir xoş söz bəs edər var olmaq üçün. Təşnə könüllərə yar olmaq üçün, çağlayıb durulmaq üçün bir qulaq qaynayır. Hərçisi çatda. Əzizim Şəlalə xanım, siz bulaq ömrü yaşamadınız, siz şəlalə ömrü yaşadınız. Və bu ömür qoy sizə həmişə sevinç, səadət, xoşbəxtlik gətirsin. Bol-bol dost sevgisi, oxucu sevgisi, oxucu məhəbbəti, el sevgisi qazandırsın. Necə ki, bugünə kimi qazandırıb. Həmişə alnınız açıq, başınız uca olsun. Mən sizi çox sevirəm. Öpürəm, bağrıma basıram. Sizin adınız, ünvanınız həmişə ürəyimizin içindədir. Sağ olun. Əzizimiz Şəlalə xanım, bu mənim rəsmi müraciət formam. Bir də var ki, öz dilimlə desəm mənim mələk üzlü anam. Vahid Əziz deyir ki, mənə elə ömür arzulayın ki, ölüncə ümman tək çağlaya bilim. Qapı pəncərəni öz evimdəki özüm aça bilim, bağlaya bilim. Sənə bir çox insanın özünə arzuladığı, heç kəsə möhtac olmayacağın uzun xeyirli ömür arzulayıram. Arzu edirəm ki, gözəl Rəbbimiz sənə xəyallarını qurduğun, arzusunda olduğun, indiyə kimi yaşaya bilmədiyin hər nə varsa, bundan sonraki həyatında yaşamağı nəsib etsin. Yaşa, yarat, var ol. Nə yaxşı ki varsan, nə yaxşı ki varımızsan. Təbrik edirəm, yubileyin mübarək, 100 yaşa. Öpürəm, bağrıma basıram. Şəlalə salam. Səni ad günü münasibətilə, yubiley münasibətilə təbrik edirəm. Sən bizim fəxrimizsən. Sən bütün kollektivin, bütün akademiyanın, bütün humanitar sahənin fəxrisən, öndə gedənisən. Sənin uğurlarına həmişə sevinmişik. Bundan sonra da uğurlar daima səninlə olsun. Allahdan arzu edirəm ki, ürəyində olan bütün niyyətlərin, arzuların yerinə geçsin. Sənə möhkəm can sağlığı, işlərində uğurlar və ürəyindən nə keçirsə ən gözəlini, ən yaxşısını arzu edirəm. Əziz bacım Şəlalə, bugün yanvar ayının 17-si sənin doğum günüdür. Allah Taala'dan sənə əvvələn möhkəm can sağlığı və uzun ömür arzu edirəm. Arzu edirəm ki, bütün o özün dediyin kimi yarımsız işləri hamısını həyata keçirdəsən. İnşallah 95 yaşına qədər. Bir daha təbrik edirəm səni. Bizim hamımızın böyük bir sevgi və məhəbbətlə Şəlalə ana adlandırdığımız Şəlalə xanım hörmətli Azərbaycan Filoloji Fikir Məkanında, Azərbaycan Ədəbiyyatşünaslığı, müasir Azərbaycan Ədəbiyyatşünaslığında özünə məxsus yeri vardır. Bu yer ilk növbədə həm Şəlalə xanımın özünün fərdi istedadı, digər tərəfdən də onun tədqiqatçılıq bacarığı ilə müəyyənləşir. O, xüsusilə Əl Yazmaları İnstitutunda və digər arxivlərdə dərin zəhmət çəkərək, ömrünü o arxivlərdə, o tozlu arxivlərdə keçirərək ədəbiyyatşünaslığımıza bəlli olmayan qaynaqları üzə çıxarır və tədqiqatlarını bu qaynaqlar əsasında yazır. Bu da Şəlalə xanımın apardığı tədqiqatları xüsusi olaraq fərqləndirir. Digər tərəfdən mən belə hesab edirəm ki, Şəlalə ananın Azərbaycan ədəbiyyatşünaslığındakı rolundan daha bir üstün rolu var. Bu da onun mənəvi şəxsiyyətidir ki, bax o Azərbaycan ədəbiyyatşünaslığında, filoloji fikir məkanımızda sözün həqiqi mənasında özünə məxsus olan yüksək mənəvi əxlaqi keyfiyyətləri ilə, yüksək ədəbi və adabı ilə fərqləndir ki, bu da bizim müasir dövrümüzdə elə istehsal olmuş elmi informasiyanın həmkarlar tərəfindən adekvat qəbul olunmasında, uyğun şəkildə qəbul olunmasında böyük rol oynayır. Bu mənada mən belə hesab edirəm ki, Şəlalə xanımın 60 yaşı tamam olur. Bu yaş münasibətlə onu mən ürəkdən təbrik edirəm. Ona yeni yaradıcılıq uğurlar arzulayıram. Amma mən hələ hesab edirəm ki, Şəlalə xanım bu etdikləri ilə, bu böyük işlərlə durmamalıdır, dayanmamalıdır. Azərbaycan ədəbiyyatşünaslığını və ümumiyyətlə bizim hamımızı yeni tədqiqatlarla sevindirməlidir. Mən ona yenə də uğurlar arzulayıram. Şəlalə xanıma yubiley münasibəti ilə ürəkdən təbrik edirəm. Ona can sağlığı arzulayıram. İşlərində müvəffəqiyyətlər arzulayıram. Qələmin iti olsun. Hər zaman yaz, yarat. Mən Şəlalə xanımın səsinin, qələminin vurğunuyam.
Günlərin bir günü yuxumda gördüm ki, Şəlalə xanım Bulud Ay Bulud adlı şeir oxuyur. Səhər işə gəldim. Həm Şəlalə xanım rəfiqəsi, həm də mənim rəfiqəm Mətanət xanıma başladım yuxumu anlatmağa. Bu zaman qapı açıldı, Şəlalə xanım içəri daxil oldu və söhbət əsnasında dedim ki, bəs belə-belə. Həmin anda o duyğulandı və dedi, doğrudan da mən axşam o şeiri yazmışam. O bir vərəq parçası üzərində yazmışdı. Başladı şeiri oxumağa. Özü də duyğulandı, bizi də duyğulandırdı. Çox gözəl bir şeir alınmışdı. Nə yaxşı ki varsan, nə yaxşı ki səni tanımışam, mənim gözəl bacım, alim bacım, mömin bacım. Biz səni çox sevirik, öpürəm səni. Ana təxəllüsü ilə şeirlər yazan şairə, publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə ana Hümmətlidir. 20 ildən çoxdur ki, Şəlalə xanımı tanıyıram. Şəlalə ana filologiya üzrə fəlsəfə doktoru kimi, dosent kimi özünün dərin təfəkkürü ilə, geniş dünya görüşü ilə mənim hafizəmdə dərin iz buraxmışdır. Eyni zamanda Şəlalə xanım bir şairə kimi həssas duyğuların daşıyıcısı olan bir insan kimi, həssas təbiətli, incə zövqlü bir şairə kimi mənim könlümdə, ürəyimdə özünə yer eləmişdir. Bundan başqa Şəlalə xanım həm də İslam dininə mənsub olan bir müsəlman xanımı kimi özünün ləyaqəti ilə, oturuşu ilə, duruşu ilə, davranışı ilə əsl Azərbaycan xanımı kimi mənim ürəyimdə, qəlbimdə özünə məskənləmişdir. Şəlalə xanım həm də Azərbaycan qadınlarına məxsus olan mərdlik, qürurluluq, nəcabətlik kimi yüksək mənəvi keyfiyyətlərin daşıyıcısıdır. Şəlalə ananı şairliyi də, alimliyi də, ləyaqəti də, insanlığı da hamısı bir-birini ahəngdar şəkildə tamamlayır. Bax, mən Şəlalə xanımı bu cür tanımışam. Əgər mənə sual versələr ki, mənəvi dəyərlərin daşıyıcısı olan, ləyaqətli, namuslu bir Azərbaycan qızının adını çəkin, düşünmədən, dayanmadan birbaşa Şəlalə ana Hümmətlinin adını o sırada birinci olaraq çəkərdim. Bizim mənəvi dünyamızda özünə məxsus yer olan Şəlalə ana Hümmətlini mən bu cür ülvi duyğuların, nəcib keyfiyyətlərin daşıyıcısı kimi tanıyıram. Şəlalə xanımla mən ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Əl Yazmalar İnstitutunda tanış olmuşam. Bu Şəlalənin ilk diqqətimi cəlb edən şeirləri oldu. Sonra da bunun akademiya sistemində işlədiyini biləndə marağım daha da artdı və mənim maraqlandığım o oldu ki, bunun akademik yazıları nədən ibarətdir? Akademik yazılarınla da maraqlananda gördüm ki, Şəlalə xanım ərəb əlifbasını yaxşı bildiyinə görə çəmənzəmininin yaradıcılığını öyrənir, onları toplayır və çap edir. Bundan sonra Şəlalə xanımın mən yaradıcılığını oxumaq, təbliğ etməklə yanaşı onun çalışdım ki, bilsinlər ki, belə bir alim də var, zəhmətkeş, səmimi, həssas, qayğıkeş. Və bu da mənim ümidlərimi doğrultdu. Mən Şəlaləni bir mömin insan kimi tanıyırdım, dindar və mömin insan. Mənim üçün də bu dindarlara münasibət fərqlidir. Ancaq bizim evə gələnlər arasında Şiə də var idi, Sünni də var idi, Sünnilərin Maliki, Hənəfi, Şafii qollarından olanlar, hətta Nəqşibəndilər də özüm mən bilərək Ramazan ayında və başqa vaxtlarda bir yeri onları dəvət edirdim ki, görün bunların münasibəti bir-birinə necədir.
Onda mən qürur duyurdum ki, şəlalə onların hansı təriqətdən olduğuna, hansı məzhəbdən olduğuna əhəmiyyət verməzdi. Onlara bir mömin müsəlman kimi xarakterlərinə, xasiyyətlərinə, millətə, vətənə xidmətlərinə görə dəyər verirdi. Və beləliklə bizim bu şəlalə ilə yaxınlığımız onun bacısı, qardaşı ilə, yəni qohumları ilə də yaxından tanış olmağımıza səbəb oldu. Həmişə yazdıqlarını izləyirəm, oxuyuram və fikirlərimi deyib təbliğ edirəm. Əli müəllimin dediyi kimi, Şəlalə xanımı mən də onun tanıdığı vaxtdan tanımışam. Çünki konferanslara, müxtəlif elmi tədbirlərə mən də gedirdim və orada Şəlalə xanımla yaxından tanış oldum. Bilirik ki, o özü də nə qədər çətinlikləri olsa da başqalarına həmişə kömək etməyə çalışan bir adam idi. Arzu edirəm ki, bu yubileyindən sonra da işləri avanda olsun, öz elmi yolunu davam etdirsin və istədiyi nailiyyətlərə əli çatsın, onları həyata keçirsin. Ana, sənin mənim üçün, ailəmiz üçün nə qədər əhəmiyyətli, dəyərli olduğunu özün daha yaxşı bilirsən. Bir insanın biolojik olaraq əlaqəsinin olmadığı başqa bir insana qarşı bu qədər sevgi, məhəbbət bəsləməsi, onu öz övladı kimi qucaqlaması, onun nə qədər dərin və geniş ruha sahib olduğunu göstərir. Bu mənada bizim də aramızda biolojik bağ olmasa da, sanki qalib-əlada bir-birimizə vermiş olduğumuz, bir-birimizlə sıx tellərlə bağlı olan ana-bala münasibətimiz var. Sən maddiyyət insanı deyilsən, nə qədər maddi zənginlik arzulasaq da sənə, o qədər bunun əhəmiyyəti yoxdur. Sən mənəviyyət insansan, eşq əhlisən. Allahın yer üzündə canişunu olaraq, Allahın yer üzündə xəlqi olan insanın ən gözəl şəkildə nümunələrindən birisən. Sənə mənəvi zənginliklərlə yanaşı, maddi olaraq ömrünün də uzun olmasını arzu edirik. Çünki sənin maddi varlığın sadəcə özün üçün deyil, ətrafında şam kimi pərvanə olduğun yaxınların, əzizlərin üçün əhəmiyyətlidir, onlar üçün vacibdir. Səni təbrik edirik. Sən heç zaman yanımızdan əksik olmamağı arzu edirik. Çünki sən duaların və sevginlə bizim güc və ruh qaynağımızı təşkil edirsən. Sən bizim ailəmiz üçün dəyərlisən demirəm. Sən bizim ailəmizin dəyərli bir parçasısan. Uzun illər yanımızda olmağın diləyi ilə səni çox istəyirik. Дорогая наша Шалаля Ханам, сегодня прекрасный день, ваш юбилей. Я поздравляю вас с этим прекрасным днем, с днем рождения. Желаю вам крепкого здоровья, благополучия, чтобы все мечты ваши сбывались, сбудутся, иншаллах. Спасибо, что вы есть. Мы вас очень sильно любим. Əziz Şəlalə xanım, yeni yaş yeni başlanğıcdır və bu başlanğıcın yalnız xoş şeylərə şahid olmasını arzu edirəm. Bu il, bu yaş sizə uğur, sevinç, bol ruzi bərəkət, sağlıq gətirsin. Hər baxımdan bərəkətli olsun. Elmi və publisistlik baxımından nələri ki arzu edirdiniz və planlayırdınız, hər birisinin real olmasını diləyirəm. Bu il sizin ətrafınıza, işığınıza yığışa biləcəyimiz səbəblər dilərəm ki, çox-çox olsun. Daim sevinəsiz, sevincli anlarınızın şahidi olaq. Qəlbiniz, üzünüz daim gülsün. Sizi çox sevirik, bir daha təbrik edirəm. Şəlalə xanım dedikdə ilk növbədə gözəlinə fədakar, eyni zamanda çox savadlı, elmli, hər gün elmini artıran, irfan adamı, incə ruhlu şairə düşür. Həm də çox gözəl dost. Fədakar insan olaraq
O ömrünün heç demək olar ki, bir saatını da özü üçün yaşamayıb. Ən yaxın adamlara ömrünü sərf edib. Bir şairə kimi gördüyü, duyduğu məsələlərdən yazıb. İrfan adamı kimi də əsrlərdən bəri Azərbaycan xalqının taleyində, mənəvi sferasında özünə möhkəm yer tutmuş şəxslərdən yazıb. Elə adamlardan yazıb və yazmaqdadır ki, həmin adamlar Azərbaycan xalqının mənəviyyatında son dərəcə yüksək mövqeydədirlər. Çox vaxt da yada düşmürlər. Və həmin adamlar barədə ürək qanı ilə yazır. Şəlalə xanım, arzu edirəm ki, ömrünü belə də davam eləsin və çox yüksək mərtəbələr tutsun. Adam Allahın yanında hörmət qazanır. Allahın insan nə qədər bağlıdırsa, bir o qədər xoşbəxtdir. Mən Şəlalə xanım belə tanıyıram. Allah onu uzun illər boyu problemsiz, xəstəliklərsiz yaşatsın inşallah. Çünki Allah öz dostlarına qarşı çox lütfkardır. Mən Şəlalə ana haqqında düşünəndə ilk öncə onun səmimiliyi, ifrat milli ruhda olması və Azərbaycançılıq ideologiyasının ən bariz nümunələrindən biri kimi təsəvvür eləyərdim. Təxminən biz 20 ildən çoxdur ki, tanışıq. Bir çox sahələr bizi birləşdirir. Şəlalə xanım doğrudan da Azərbaycançıdır, Turançıdır. Bizim o itmiş, az qala unudulmuş, bəlkə də səpələnmiş bilgiləri bir araya yığmağının qiymətinin verilməsini istəyərdim. Şəlalə xanımın əsas o xəttlərindən biri Yusif Vəzir Çəmənzəminli ilə bağlı o yazdığı əsər, elmi məqalə, kitabdır. Yəni, mən düşünürəm ki, ən azı bu müstəqillik dövrümüzdə Yusif Vəzir haqqında ən yaxşı yazılan, ən samballı əsərlərdən biridir. Onun irfani elmləri də gözəl bilir, ruhu çox yüksəkdir. O qədər Allahla təması var ki, bəlkə qohumluqdan, dostluqdan, reallıqdan, o ailə qurmaq reallığından özünü uzaq tutub. Adam fərdiləşib, adam o Tanrıya bağlanır. Zaten o dərviş üslublu insanlar, dərviş təfəkkürlü insanlar, insanlara ancaq kömək eləmək üçün, nur paylamaq, işıq paylamaq üçün onların arasında olurlar. Ondan ancaq sui-istifadə deməzdim, ancaq ondan işıq almaq istəyənlər onun ətrafına toplaşır. Amma özünün işığa ehtiyacı olanda o işığı Şəlalə xanıma sanki verməyə biraz xəstlik eləyənlər də var. Amma hər halda mən düşünürəm ki, Şəlalə xanımın ruhu mükəmməldir, düşüncələri mükəmməl. Ona uğurlar arzulayıram. Qoy o nə qədər kitab, məqalə, düşüncəsində olan ideyalar, planlar varsa, qoy hamısını həyata keçsin. Uğurlar arzulayıram. Yubileyi mübarək olsun. Hər halda düşünürəm ki, Azərbaycan ədəbiyyatında, Azərbaycan bu əlyazmalar toplusunda, elm camiyyəsində, ədəbi elm camiyyəsində Şəlalə ana adlı imza uzun illər, 10 illiklər, bəlkə əsrlər yaşayacaq. Şəlalə gözəl insandır, mehribandır, qayğıkeşdir, həyat doludur. Elə ona görə də həmişə sevgi ilə, hörmətlə, məhəbbətlə yanaşmışıq və bu sevgini, məhəbbəti bugün də qoruyub saxlayırıq. Bir-birimizə olan münasibətimizi, ətrafında olan bütün rəfiqələri ilə eyni isti münasibət, qayğı göstərən bir xanımdır. Gözəl insandır, gözəl adamdır, gözəl şairdir, gözəl tədqiqatçıdır. Bayaq qeyd elədiyim kimi, dinimizi sevən, dinimizə qulluq eləyən gözəl bir insandır. Bu mənəm. Xətayə Sahabin Rüstəmova. Sənə böyük sevgi ilə, hörmətlə, izzətlə yanaşan, səni həmişə sevən, həmişə əziz tutan Xətayə Sahabin Rüstəmova. Öpürəm, sağ ol, var ol, günan. Həmişə yaşay, yarat,
Yolun həmişə açıq olsun. İşlərin həmişə gözəl rəvan getsin. Qələmin əlindən düşməsin. Həmişə yazar olsun. Ən çox da mən həmişə hər kəsə arzuladığım ən gözəl nemət olan can sağlığı arzulayıram. Can sağ olanda bütün əməllər, bütün arzular, bütün işlər həyata keçir. Bax, mən də bunu sənə arzulayıram ki, sağlam ol, gümrah ol və yaşa, yarat, bizləri, oxucularını, hamını sevindir. Bir daha sənə uğurlar arzu eləyirəm. Yolun açıq olsun, işıqlı olsun, nurlu olsun. Əziz, dəyərli bacım, ailəmizin sevimlisi, atamın mənəvi qızı Şəlalə. Bugün sənin günündür, yubileyindir. Mən səni bugün münasibətilə, yubiley münasibətilə ürəkdən təbrik edirəm. Sənə can sağlığı, uzun ömür, amma sağlam ömür arzulayıram. Həyat hər zaman özünə gülsün, arzuların həyata keçsin. Allahdan nə arzulamısansa, hamısı bircə öz yerini tapsın. Mən səni çox istəyirəm, sən bilirsən ki, sən bizim üçün, ailəmiz üçün dəyərlisən. Ailəmiz səni çox istəyir. Bugünkü səmiyyətini, mehribanlığını, gülər yüzlüyünü hər zaman qoruyub saxlamağını Allahdan arzu edirəm. Əzizim Şəlalə, sənin ad gününü təbrik eləyirəm. Yubileyin mübarək olsun. Daha da düşərli olsun, uğurlu olsun. Həyatda gördüyün işlərin davamını daha yüksək səviyyədə həyata keçirəsən inşallah. Sənə bu yolda can sağlığı arzulayıram. Arzu edirəm ki, qəlbində olan arzular gül açsın, çiçək açsın və səni və bizi sevindirsin. Mən sənə uzun ömür arzulayıram. Can sağlığı, sevdiklərin əhatəsində olmağı arzulayıram. Sənin həyatın, yəni gördüyün işlər, indiyə qədərki ömründə gördüyün işlər çox mənalı və məzmunludur. Bundan sonraki həyatında sənə böyük məzmun, ilk növbədə can sağlığı, daha gözəl işlər, daha yüksək uğurlar arzu edirəm. Şəlalə əzizim, ad günün mübarək olsun. Sənin yeni yaşını, yubiley yaşını təbrik edirəm. Sənə can sağlığı arzulayıram. Allah sənə xeyir, bərəkətli, uzun ömür versin. Təbrik edirəm. Səni qucaqlayıb öpürəm. Sağ ol bacım. Səssiz su şırıltısı kimi ruha sərinlik gətirən, mehribanlığı ilə buz kimi soyuq ürəkləri əridən, səmiyyəti ilə sadiq dostlarını 10 illiklər boyu özünə bağlayan dəyərli insan. Alim zəkalı, şair qəlbli, iti qələmli, dürüst sözlü bacım. Tələbəli illərimin yadigarı Şəlalə. Sənin yuvarlaq yaşını təbrik eləyirəm. Bugünə qədər yaşadıqlarını xülasə etsəm, deyə bilərəm ki, həssas bir insan kimi daha çox başqaları üçün yaşamısan. Yaxınların, elmimiz, ədəbiyyatımız üçün bacardığını etmisən. Bu həyatda iz qoya bilmisən. Bundan sonraki ömrünü özün üçün yaşamanı diləyirəm. Ürəyində qalmış arzularının gerçəkləşməsini istəyirəm. Necə yaşın olsa da, bil ki, mənim ilk dəfə universitetə qəbul imtahanları zamanı gördüyüm 17 yaşlı, zərif bəyaz geyimli, ürkək Şəlaləsən. Sənə sağlam can, gözəl əhval-ruhiyyə, firavan həyat arzulayıram. Sənin dostluğun mənim üçün dəyərlidir. Öpürəm. Əzizim Şəlalə, sənə 60 illik yubileyin münasibətlə təbrik edirəm. Bu xüsusi günündə sənə möhkəm can sağlığı, uzun ömür və bütün arzularının için olmasını diləyirəm. 60 il həm zəngin həyat təcrübəsinin, həm müdrikliyin, həm də geridə qoyulan uğurlu illərin gözəl bir göstəricisidir. Qarşıdakı illərin də keçmiş illərindən də uğurlu, sevinç dolu və bərəkətli olsun. Hər yeni gün sənə yeni imkanlar, yeni sevinclər və xoşbəxtlik gətirsin. Bir daha yubileyini təbrik edir, ən səmimi arzularımı çatdırıram. Uğurların daimi, yolun hər zaman açıq olsun, əziz tələbə yoldaşım. Əzizim Şəlalə, canım, dostum, necə deyirlər, həm kurs yoldaşım,
gəncliyimizin xatirəsi. Əzizim, canım, səni təbrik eləyirəm. Sənə can sağlıq arzulayıram. Arzulayıram ki, arzuların tükənməsin. Bu gözəl qış ayında anadan olmusan. Qış təmizlik ayıdır. Qar o təmizlik simvoludur. Sənin günlərin, yeni yaşın, qar kimi təmiz, şəffaf, təmiz olsun. Əzizim, canım. Arzuların tükənməsin. Allah sənə can sağlığı versin. Çünki can sağlığından dəyərli heç nə yoxdur. Allah səni var eləsin. Dostluqdan əskik olmayasan, əzizim. Həmişə yanında əzizlərin, sevdiklərin olsun. Allah səni bizlərə, biz qrup yoldaşlarına, biz dostlara, biz bacılara çox görməsin. Öpürəm səni, əzizim. Təbrik eləyirəm bir daha. Allah səni bütün arzularına tədricən çatdırsın. Ürəyinin dərinliklərində olan o hansı ki arzuları heç kimə demirsən, Allah səni o arzularına çatdırsın, əzizim. Allah səni var eləsin. Öpürəm, qucaqlayıram. Həmişə sizinlə olan, Filfakın gözəlləri ilə olan Mehriban. Salam, əzizimiz Şəlalə. Səni 60 yaşının yubileyi münasibəti ilə təbrik edirəm. Sənə can sağlığı, işlərində, karyeranda, ailəndə, şəxsi həyatında bol-bol uğurlar arzulayıram. Əziyyətinin bəhrəsini görəsən, elmi dərəcələr alasan, şəxsən sənin özünə bir qadın səadət arzulayıram. Öpürəm səni, bağrıma basıram. Sevimli qrup yoldaşım Şəlalə. Hal-hazırda tədqiqatçı, həlim səsli Şəlalə ana. Yeni yaşında sənə ən əsası sağlamlıq, ömrün bu müdrik dövründə yaradıcılıq uğurları arzulayıram. Həyatının davamını ürəyin istəyən kimi, sevincli, xoşbəxt günlərdə keçirəsən. Səni təbrik edirəm. Gözəl qrup yoldaşım Şəlalə. Bugün sənin ad günündür. Bugün sənin yubileyindir. Neçə belə gözəl illərə çıxasan. Allah sənin ürəyində nə arzuların, nə niyyətlərin var, hamısını həyata keçirsin. Yüzün həmişə gülsün. Sənə nə arzulayım? Ancaq sağlamcan. Öpürəm səni, bağrıma basıram. Neçə belə gözəl illər qarşılayasan. Mənim səmimi, gözəl, həmişə cavan bacım. Sənin ad günün münasibəti ilə səni təbrik eləyirəm. Sənə can sağlığı arzu eləyirəm və elmi nailiyyətlərin bol olsun. Biz də sənə baxıb sevinək, əzizim. Bir daha 60 illik yubileyin mübarək. Əzizim Şəlalə, səni təbrik eləyirəm. Sənə uzun ömür, can sağlığı arzulayıram. Arzu eləyirəm ki, həmişə ailənlə, sevdiklərinlə, əzizlərinlə bir yerdə olasan. Bu yubiley sənin üçün çox düşərli olsun. Sənə xoşbəxtlik arzulayıram. Ən əsası can sağlığı, möhkəm can sağlığı. İndi bizim elə bir vaxtımızdır ki, bizə ən böyük nemət Tanrı tərəfindən can sağlığıdır. Canın sağlam, ömrün uzun olsun. Mənim yadımdadır, sənin ilk dəfə auditoriyaya girməyin, orada necə gülə-gülə üzündə həmişə gülüş olubdur. O gülüş üzündən əskik olmasın. Hər zaman gülərdin. Səni çox istəyirəm. Həmişə canın sağlam, ömrün uzun olsun əzizim. Bir daha təbrik edirəm. Şəlalə xanım, sizi təbrik edirəm ad günü münasibəti ilə. Neçə və yubileylər keçirək bundan sonra. Uzun bir can sağlığı arzu edirəm. Hər şeyin ən yaxşı qismətiniz olsun. Yaradıcılığınızda böyük bir müvəffəqiyyətlər arzu edirəm. 100 yaşayın, sağlam yaşayın. Ad günü mübarək xala. Əziz bacım, səni ad günü münasibətilə təbrik edirəm. Allah sənə sağlıqlı uzun ömür nəsib eləsin. Bütün arzularına çatasan. Nə məqsəd qoymusan qarşına, hamısını həyata keçirə biləsən. Sənin müdafiəndə mən iştirak elədim. Qəzənfər Paşayevin dediyi sözlər mənim hər dəfə söhbət düşəndə yadıma düşür. O dedi ki, son 30 ildə gördüyüm ən gözəl müdafiədir.
Bu sənin bütün əməyini qiymətləndirdi. Allah səni var eləsin, səni çox sevirəm. Xala, səni təbrik edirəm. Neçə gözəl illərə çıxasan, neçə gözəl illər qeyd eləyəsən. Sənə sağlam, xoşbəxt, uzun həyat arzu edirəm. Hər şey, hər işin istədiyin kimi olsun. Yaxşı ki varsan, neçə gözəl illərə çıxasan. Ad günün mübarək. Xala, səni təbrik edirik. Xala, həmişə yanımızda ol, səni çox istəyirəm. Xala, yaxşı ki varsan, yaxşı ki həyatımızdasan. Həmişə varlığınla həyatımıza işıq saç, səni çox istəyirik. Əzizim Şəlalə xala, səni doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Sənə can sağlığı və uzun ömür arzu edirəm. Sənə işlərində müvəffəqiyyətlər arzu edirəm. Bu videoça sənin üçün ən gözəl hədiyyə olsun.